Hər birinizi salamlayıram. Bu günlərin biz 18-ci əsrin əvvəllərində Səfəvi dövlətinin vəziyyətindən danışacağıq. Ümumiyyətcə yazmışıq, deyirik ki, 17-ci əsrin sonu, 18-ci əsrin əvvəllərində nə baş verdi? Səfəvi dövləti dərin iqtisadi və siyasi böhran keçirirdi və bunun da səbəbləri vardı. Yazmışıq ki, Səfəvi dövlətində böhranın səbəbləri həm daxili iqtisadi səbəblər vardı, həm də xarici iqtisadi səbəblər var. Gəlin görək daxili iqtisadi səbəblər nə idi böhran? Deyirik məsələn su təchizatının zəifləməsi, yəni suni suvarma kanalları, eyni zamanda kəhrezlərin dağıdılması, eyni zamanda əkin sahələrinin azalması, məsələn pul böhranının baş verməsi. Çünki nə baş verdi? Xarici ticarət zəifləyir, pul qıtlığı olur, dövriyyə qərb pullar daxil olur. Qərbdəki yəni saxta pulların daxil olması idi. Eyni zamanda üzr istəyirəm, şəhər iqtisadiyyatının tənəzzül etməsi. Yəni nə idi? Bu deməkdir ki, artıq bu şəhərdə olan əhali, sənətkarlıqla, ticarətlə məşğul olan əhali sürətli şəkildə şəhərləri tərk edirdi. Siyasi səbəblər nə idi? Yaxşı. Deyir ki, məsələn, dövlət idarəçiliyində böhran var idi. Vəzifəli şəxslər fırıldaqçılıqla məşğul idi, rüşvətxorluqla məşğul idi. Bu da nəyə gətirib çıxardır? Dövlətin tənəzzülünə gətirib çıxardır. Yaxşı, xarici iqtisadi səbəbləri nələr idi? Deyirik ki, xarici iqtisadi səbəbləri o idi ki, artıq nə baş verdi? Hindistana dəniz yolu kəşf olundu və 17-ci əsrdə artıq ipək yolu öz əhəmiyyətini itirdi. Bizim əsas gəlir mənbəyimiz nə idi? İpək ixracatı idi. O artıq ipək ixracatı azaldı. Eyni zamanda Avropada keyfiyyətli, ucuz manufaktura məhsulları var idi ki, onların artıq istehsalının artması əl əməyinə olan marağı azaltmışdı. Bu da gətirib dövlətin zəifləməsinə, tənəzzül. Zaten mən şeydən danışanda, bu böyük coğrafi kəşflərdən danışanda nə dedim? Dedim, bu həmin Hindistana dəniz yolunun kəşf olunması həm Osmanlı dövlətini, həm Səfəvi dövlətini çox zəiflətmişdi. Yaxşı, həmin vaxtı kim idi? Şah Sultan Hüseyn idi. Gəlin görək Şah Sultan Hüseyn ölkəni böhrandan çıxartmaq üçün, boş qalan xəzinəni doldurmaq üçün hansı tədbirlər gördü? Deyirik, Şah Sultan Hüseyn 1694-1722-ci illərdə hakimiyyətdə olmuşdu. Eyni zamanda bu dedi ki, ölkədə pul yoxdur. Niyə eləmək lazımdır? Atamın Ərdəbildə, bunların biri də Ərdəbil nə idi bunlarda? İşarə eləyir Ərdəbil, təxmini bu ərazilərdir. Ərdəbil bunların müqəddəs şəhəri idi. Deyirdi, orada ata-babalarımızdan qalmış o məqbərələrdə olan qiymətli qızıllardır, nə bilim, qiymətli əşyalardır. Onları əridi pul kəsmək lazımdır. Sadəcə olaraq fikirləşmir ki, bu iqtisadiyyatı gücləndirməkdən ötürü pul kəsməyə ehtiyac deyil. Gərək iqtisadiyyatı gücləndirəsən də, yəni nə qədər pul kəssən kəs, onun iqtisadiyyatla nə əlaqəsi var idi ki? Eyni zamanda 1699-1702-ci illərdə siyahıyalma keçirdi. Əhalinin siyahıyalıdır, onların vergisini artırdı. Bu da nə qaldı? Kasıb əhalinin daha da vəziyyətinin pisləşməsinə gətirib çıxartdı. Yazmışıq ki, 18-ci əsrin əvvəllərində üsyanlar. Bəli, 18-ci əsrin əvvəllərində üsyanlar baş verdi. Niyə? Çünki vergilər artırıldı, quraqlıq olurdu, eyni zamanda məmur bürokratiyası, məmur özbaşınalığı, feodal zülmü gətdi üsyanlara çıxartdı. 1707-1711 yazmışıq. İlk kütləvi xalq çıxışı harda baş verdi? Car Balakəndə. Niyə baş verir? Car Balakənd təxmini bu ərazilərdir. Car Balakəndə təxmini buralar. Car Balakəndə olan əhaliyə bunlar illik maaş verirdilər ki, şimaldan, yəni bax bu Dağıstandan ola biləcək hücumların qarşısını alsın. Heç bir səbəb olmadan götürdülər həmin maaşı kəsdilər. Şamaxı Bəylərbəy, Həsənəli. Onlar üsyan qaldırdı, getdi Şirvan Bəylərbəylinin evini, malikanəsini yandırdı, Həsənəlini də öldürdü. Ondan sonra deyir ki, məcbur qalır Sultan Hüseyn bura yeni Bəylərbəyə göndərir. Hətta 1711-ci ildə nə baş verdi? Bu üsyanın başına Hacı Davud keçir. Hacı Davud haradaydı? Yerli əhali, yəni yerli əhalidən seçilmişdi. Ruhani idi də bildiyimiz. Yəni bu deyək hansısa rütbəli din xadimi və yaxud da hansısa zadəgan, feodal deyil idi. Məkkə ziyarətinə getmişdi, adi bir hacı titulu daşıyan dindar idi. Bu da əsasən deyirik siyasi məqsədlər üçün dini amillərdən istifadə eləyirdi. Hətta 1709-cu ildə Əfqan qəbilələri üsyan qaldırıb neynədi? Qəndaharı ələ keçirdi. Bəli. 18-ci əsrin 20-ci illərində deyirik artıq nə oldu? Səfəvi dövləti tənəzzül dövrünə qədəm qoyur. Yəni bununla da artıq bu tənəzzül etməyə başlayır. 1719-1721-ci illərdə Şirvan üsyanı baş verir. Kimin başçılığı ilə? Dedi axı 1711-ci ildə Hacı Davud üsyanın başına keçmişdi. Hacı Davudun başçılığı ilə. Hətta Hacı Davudun orada nəyi var idi?
müttəfiqləri var idi, qaytaqlı. Yəni Dağıstandan Əhməd xan idi, eyni zamanda Qazıqumuqlu Surxay xan idi. Bunlar ittifaq qurur, götürür, üsyan qaldırır. Lakin 1719-cu ildə nə oldu? Hacı Davud tutuldu Dağıstanda. Lakin Dağıstandan qaçır, yenidən Surxay xanı öz yanına çəkir. Dərbətdə həbsxanadaydı. Dərbətdən qaçır, Surxay xanı öz yanına çəkir və başlayır yenidən üsyan eləmək. Hətta deyir ki, Rusiyaya məktub göndərir. Nə deyirdi Rusiya? 1721-ci ildə. Deyirdi ki, gəl, buranı tut, mən də sənin tərkibində bir dövlət olum. Yəni, daxili müstəqilliyimi saxlayayım, sənin tərkibində bir dövlət olsun bura. Lakin bu Rusiya sərf eləmədi. Niyə? Çünki Rusiya buranı zaten tutmaq istəyirdi. Xəzər, yəni bax bu əraziləri zaten Rusiya ilə keçirmək istədiyinə görə bunun təklifini rədd elədi, qəbul eləmədi. Bu özü də Dərbəndə, Bakıya, Gəncəyə uğursuz yürüşlər eləyir ki, tuta amma tuta bilmir. Ondan sonra Osmanlı dövlətinə müraciət edir, 3-cü Əhmədə. 3-cü Əhməd də fikirləşir ki, Pyotr gəlib tutacaq axı Xəzəryanı bölgələri. Ona görə də bunun fərmanını, daha doğrusu bunun təklifini qəbul eləyir və fərman göndərib buna xan titulu verir. Deyir, mən səni Şirvan hakimi kimi tanıyıram. Yəni yarım müstəqil xanlıq kimi tanıyıram səni. Mənim himayəmdə olan bir xanlıqsan. Bunu eləməkdə məqsədi o idi ki, Rusiya ora girə bilməsin. Yəni bunun orada əli olsun da bir şey olan kimi desin ki, o mənim tərkibimdədir. Ora niyə daxil olmusan? Bir növ Hacı Davudun bu üsyanı Rusiya üçün Rusiyanın bura gəlməsi üçün bir bəhanə oldu. Niyə? Deyirik axı orada irəlidə onun haqqında biz danışacağıq. Bir növ üsyanlar baş verir. Həmin üsyanlarda Rus tacirləri soyulur, onun qarşısını almaqdan ötürü. Aha, deyirik nə baş verdi? Əvvəlcə bura öz elçisini göndərir Sultan Hüseyn 1713-cü ildə. Ki, get onlarla dostluq, ticarət müqaviləsi bağla, biz biraz irəliləyək də inkişafımıza dəstək versin. Peterburqa nümayəndə heyəti göndərir. Birinci Pyotrda cavab olaraq öz elçisi var idi, Artemi Volinski. Onu göndərir Səfəvi sarayına və hətta yazmışıq ki, məqsədi, göndərməkdə məqsədi nə idi? Deyirdi, get Xəzər dənizinin qərb sahillərini öyrən, həm də ölkədəki olan siyasi vəziyyəti, sosial-iqtisadi durumu öyrəngirən. Və hətta deyirik ki, Pyotr Volinskiyə tapşırıqlar vermişdi. Deyirdi, get orada gör otlaqlar varmı, yoxmu, karvan yolları, eyni zamanda onların müdafiə qurğuları, Rus tacirləri inkişaf etdirmək üçün imkanlar öyrənginən, Səfəvilərin ərazisində yaşayan xristiyanlarla əlaqələr qurcunan, bu məqsədlə onları göndərir ora. Və hətta deyir ki, 1717-ci ildə nə baş verdi? İsfahanda Rus tacirlərin mənafeyinə uyğun olan müqavilə imzalandı. Yaxşı, biz burada yazmışıq ki, Pyotrun yürüşünü sürətləndirdi. Nə sürətləndirir? Baxır ki, Hacı Davud bu Osmanlı Sultanı 3-cü Əhmədlə danışıqlar aparır. Eyni zamanda Şirvana hər an Osmanlı bu ordusu gələ bilər. Ona görə də yürüşünü tezləşdirir. Əvvəlcə nə deyirdi? Deyir ki, bu üsyan vaxtı axı Rus tacirlə mən dedim axı bayaq danışanda ki, Hacı Davud üsyan qaldıranda həmin o tacirləri öldürür, onların mallarını qarət eləyir. Onu bəhanə eləyir. Şirvana deyir ki, mən qoşun yeridəcəm. Çünki Şirvanda olan xalq hərəkatını boğacam və eyni zamanda Səfəvi şahına kömək eləyəcəm. Lakin sonradan deyirik, yürüşün məqsədini dəyişir. Çünki üsyan qələbə çalmışdı Hacı Davudun üsyanı. Ona görə də götürür 3 dildə manifest imzalayır. 1722-ci ilin iyun ayında. Bura yazmışıq. Bəli. Həmin bir vaxtda Əfqanlar neyniyir? Gəlirlər, üsyan qaldırırlar, İsfahan, yəni paytaxtı tuturlar, Şah Sultan Hüseyni əsir götürürlər övladları ilə birlikdə. Onun oğlanlarından biri qaçır, Astarabadda 2-ci Təhmasibadi ilə taxta çıxır. 2-ci Təhmasibadi taxta çıxır. Bəli, 1722-ci ildə də bunu da deyirik də, manifest imzalayır 3 dildə. Deyir, neyniyəcəm mən? Gələcəm orada Rus tacirlərin axı himayə eləməlidir bu. Orada qətl törədilibdir, eyni zamanda onların malları, mülkləri əllərlə alınıbdır. Deyir, mən gəlib onları himayəyə götürəcəm. Eyni zamanda Səfəvi taxtına qarşı baş verən prosesləri cəzalandıracam da, yəni üsyançıları cəzalandıracam. Bəli, hətta deyirik ki, bəzi feodallar var idi ki, onlar mal mülkünü itməyini istəmirdilər. Ona görə də həmin manifesti rəğbətlə qarşıladılar. 1722-ci ilin iyun ayında Pyotr Həştərxandan 2 istiqamətdə yazmışıq. Həm bax buradan da Həştərxan ərazisi, buradan gəlir təxmini. Həm dəniz yolu ilə, həm də quru yolu ilə gəldi. Bəli, gəlir ilk qarşısına hara çıxacaq bunun? Dərbənd.
1722-ci ilin avqust ayında Dərbəndi müqavimətsiz tutur. Şəhərin naibi var idi, İmamqulu bəy. Götdə qalanın açarlarını öz əlləri ilə təqdim edir ki, buradan mənə bir Qala bəydən zaddan vəzifə versin. Hətta orada deyirik 1-ci Pyotra qarşı sui-qəsd belə hazırlayırlar, lakin sui-qəsdin üstü açılır. Amma nə oldu? Dərbəndi deyir yalandan sonra geri qayıtdı. 1-ci Pyotr niyə geri qayıtdı? Səbəbi nə idi? Çünki İsveçlə müharibədən çıxmışdı. Bəli, İsveç tərəfindən yeni müharibə təhlükəsi var idi. Eyni zamanda Osmanlı dövləti etiraz eləyirdi. Hətta dedi Xəzər dənizində tufan baş verdi ki, Rus əsgərlərinin azuqəsi, silah-sursatı olan gəmilər batmışdı. Ona görə də yürüşü özü davam elətdirmir, özü geri qayıdır, generala tapşırır. 1722-ci ilin dekabr ayında haranı tutdu? Rəşdi. Deyə bax buranı, Xəzər dənizinin artıq cənubun. Rəşdi ələ keçirir. Aha, həmin vaxtı artıq 1-ci Pyotr görür ki, Osmanlılar nədir? Hücuma keçə bilərdi. Ona görə deyək ki, təcili Bakını tutmaq lazımdır. 1723-cü ildə, bəli, iyul ayında artıq Bakını tuturlar. Düzdür, Bakılılar biraz müqavimət göstərir. Amma buna baxmayaraq, bəli, Ruslar Bakını tutur və bu da komendant idarə üsulunu yaradırlar. Bakıdan deyir, yaz sonra haranı tutdu? Salyanı. Yəni Kürün Araz çayı, daha doğrusu Kür çayını Xəzər dənizinə qovuşduğu ərazi olan Salyanı tuturlar. Bəli. 1723-cü ilin sentyabr ayı yazmışıq. Peterburq. Bəli, Peterburq müqaviləsi bağlanır. Nədir bu Peterburq müqaviləsi? İkinci Təhmasib İsmail bəy göndərir danışıqlara. O da gəlib oturan kimi heç bilmir nədir. Gətirib qabağına qoyurlar, müqaviləni imzalayır. İmzalayandan sonra başlayırlar oxumağa müqaviləni ki, Dərbətdən Gilana qədər olan ərazi, yəni Bakı, Dərbət, Gilan, Mazandaran, Astarabad, bu ərazilər kimə verildi? Yəni təxmini bax bu ərazilər. Bu ərazilər kimə verildi? Ruslara verildi. Ruslar nə edəcək əvəzində? Deyəcək ki, heç nə, orada Əfqanlar bu İsfahanı zadı tutub, Əfqanlara qarşı mübarizədə bunlara yardım eləyəcək. Lakin nə olur? 2-ci Təhmasib bunun şərtlərini qəbul eləmir. Çox gülünc bir müqavilə idi, Peterburq müqaviləsinin şərtləri. Aha, indi yazmışıq 1724 İstanbul sülhü. Aha, İstanbul sülhü kimlə kimin arasında bağlanır? İstanbul sülhü Səfəvilərin aidiyyatı yoxdur. İstanbul sülhü bağlanır Osmanlı ilə Rusiya arasında. Bir növ Cənubi Qafqazı bölüşdürürlər öz aralarında. Deyirlər Xəzər boyu ərazilər, yəni bu ərazilər kimin olacaq? Rusiyanın. Yerdə qalan Azərbaycan əraziləri də verildi kimlərə? Osmanlılara. Hətta Şirvan ərazisi də Osmanlıların tərkibində yarım müstəqil xanlıqdır. Osmanlı Şirvanda ordu saxlaya bilməz. Səfəvilərin müqəddəs şəhər olan Ərdəbildə Səfəvilərin tərkibində qalır. Bunu imzalayandan sonra artıq imzalanır və başlayırlar əraziləri ələ keçirməyə. Zaten də Rusiya ələ keçirib də torpaqları. Dərbətdən Gilana qədər. Amma Osmanlı ələ keçirməyib, bax Osmanlı sadəcə olaraq sənəd üzərində buna çatır. Başlayıb həmin torpaqları ələ keçirməlidir. 1724-cü ildə başlayır İrəvan, Naxçıvan, Ordubad, Xoy, Mərənd bu şəhərləri tutur, Təbrizi mühasirəyə alır. Lakin nə baş verir? Təbrizlər ciddi müqavimət göstərir, Təbrizi ala bilmir. 1725-ci ilin avqust ayında Təbrizi tuta bilir. Və ondan az sonra 1725-ci ilin sentyabr ayında Gəncəni tutur. Hətta deyirik ki, 1725-ci ilin dekabr ayında həmin İstanbul sülhünün şərtlərinə daxil olmayan Ərdəbil şəhəri tutuldu. Ərdəbilin tutulması nə oldu? İstanbulda deyirik ki, atəşfəşanlıqla qeyd edildi. Daha sonra 1727-ci ildə Nabur müqaviləsi imzalanır ki, Nabur müqaviləsi də Rusiyanın Osmanlı arasında bağlanmışdı. Nə idi bu? Sərhədləri müəyyən etməkdən ötürü. Zaten 1724-cü il İstanbul sülhündə bölüblər. İndi tam olaraq kim haranı tutub oranı aydınlaşdırırlar. Yəni sərhədləri bir növ müəyyənləşdirməkdən ötürü Nabur sazişi bağlandı. 1723-1735-ci illərdə Rusiya idarəçiliyi, bəli, Rusiyanı deyil, tutan kimi nə elədilər? Komendant idarə üsulü yaratdılar. Hətta komendantlar kimi idi? Baryatski idi oranın komendantı. Götürdü, nə qədər neft quyuları varsa onları müsadirə etdi. Buna qarşı üsyan qalxır, həmin üsyanları yatırır. Ondan sonra yaxşı mənimsəməkdən ötürü reistir, yəni sənəd hazırlayır. Həmin o neft quyularıdır, daşınmasıdır, qiymətləridir, onları qeyd etməkdən ötürü. Və bir növ buradakı məqsədləri bunların sırf talançılıq olur da, buradakı şeyləri daşıyıb aparıb satmaq. Hətta deyir ki, Kür çayının mənsəbində, indiki Səlyan ərazisində
Neynəmək istəyirlər? Peterburq kimi şəhər salmaq istəyirdilər. Lakin sonradan bu alınmadı. Hətta 1-ci Pyotr 1724-cü ildə fərman verdi və yazmışıq bura. Nə idi fərmanı? Xəzəryanı bölgələrə ermənilərin köçürülməsi idi. Elə bir fərman vermişdi. Aha, sonra yazmışıq Osmanlı. Nədir məsələ? Bunlar da Pyotr öləndən sonra 1725-ci ildə baxdılar, gördülər ki, bura qədər də verimli torpaqlar deyil. Yəni burada biz bir belə ordu saxlayırıq, Osmanlıdan qoruyuruq. Bir ordunun təchizatı var, yeməyi var. Burada əldə olunan gəlir heç orduya çatmır. Ona görə də buranı yavaş-yavaş birdən-birə də tərk eləmək istəmirdilər. Deyirlər biz çıxan kimi Osmanlı gəlib tutacaq, güclənəcək. Ona görə də yollar axtarırlar ki, buradan bir yorluqla çıxıb gedərlər. Eyni zamanda Osmanlı idarəçiliyi nə cür idi? Bax, deyir ki, Osmanlılar gəldi. Məsələn, dövləti də həmin əraziləri böldülər vilayətlərə. Vilayətlər kimləri idarə eləyirdi? Osmanlı sərkərdələri. Eyni zamanda vilayətlər bölündü sancaqlara, sancaqlar mahallara, mahallar nahiyələrə. Məsələn, sancaqdır, mahaldır, nahiyədir. Bunlar yerli feodallar tərəfindən idarə olunurdu. Məsələn, sancaqlara sancaq bəylər idarə eləyirdi, mahalların mahal naibləri, nahiyələri nahiyə naibləri idarə eləyirdi. Bu kimi proseslər baş verdi. Bunlara qarşı da eyni zamanda ruslara qarşı da üsyanlar baş verirdi. O öz yerində məsələn Salyanda, deyək Salyan hakiminin dul qadını vardı. Fatimənin başçılığı altında üsyan baş vermişdi ruslara qarşı. Həmin üsyan yatırılır. Eyni zamanda 1727-ci ildə Qarabağda üsyan baş verir. Amma deyir ki, həmin üsyan da Osmanlılar tərəfindən yatırılmışdı.